Cabir'in atası deyir, mən bir gün Peyğəmbərin yanında oturmuşdum. Həzrəti Peyğəmbər bizə dedi ki, bir şəxs gələcək, indi buradan çıxacaq, o cənnət əhlidir. Dedi, oturmuşduq, gördük bir kəs dəstəmaz alıb, əllərindən su süzülə, dəstəmaz suyu süzülə yerə və gəldi bizim qarşımızdan çıxdı. Və buna mən qibtə elədim. Ya Peyğəmbər bunu bu qədər tərif elədi. Sizin qarşınızdan bir şəxs çıxacaq ki, bu cənnət əhlidir. Mənim üçün çox maraqlıdır. Bəli, gəldi dedi ki, mən səninlə bir neçə gün bir yerdə qalmaq istəyirəm. Həmən bu qocaya dedi Abdullah. Dedi ki, məni bir neçə gecə öz evində saxla. Da demədi nə üçün. Və demədi də buna Peyğəmbər sənin haqqında belə bir gözəl söz dedi ki, sizin qarşınızdan bir kişi keçəcək ki, o cənnət əhlidir. Dedi, mən getdim, bundan izin istədim. Dedi ki, qonaq evin bəzəyi. Qonaq ruzusun verən Allah. Mənim qapım həmişə qonağın üstünə açıq. Başladı bu şəxs buna bu cür, yəni bunun təklifinə müsbət cavab verməyə. Bunu çağırdı evə. Abdullah deyir, 3 gün, 3 gecə onun evində qaldım. 3 gün, 3 gecə onun evində qaldım. Bunun adi vaxtda namaz qıldığın 3 vaxtda sübh, zöhr, şamın namaz qıldığını gördüm və arada elhamdülillah, subhanallah zikrin deyir. Başqa da artıq əski adam var, görsən gecə namazı qılır, nə bilim daima səcdədə olur, daima zikr edir. Yəni bu adam bunu gözləyir də, bir nəfər əgər cənnətə gedəcəksə, bu sifəti, bu gözəllikləri axtarış edirsən ondan. Dedi, gördüm ki, bu kişinin elə qıldığı namaz bizim qıldığımız namazdır və arada bir elhamdülillah, subhanallah zikirlərindir. Mən buradan qeyri-adi bir şey görməmişəm. Dedi, bu şəxsə mən Peyğəmbərdən sənin haqqında belə bir şey eşitmişəm ki, Peyğəmbər dedi ki, sən cənnət əhlisən. Amma mənə maraqlıdır, mən 3 gündür səni izləyirəm. Mən səndən, öyle də öz ibarəmizlə desək, ciddi bir şey, yəni daha çox əməl görmürəm axı. Dedi, indi onu Peyğəmbər deyibsə deyə bilmərəm, mənim gördüyüm iş budur. Bundan artıq mən bir şey görməmişəm. Heç vaxt yəni bu halı mən başqa bir halla, yəni başqa bir işlərlə məşğul deyiləm. Mənim gördüyüm iş budur, amma Peyğəmbər bunu deyibsə, heç dedi, yox, yaxşı. Başladı Abdullah bundan ayrılmağa, dedi, burayacam mən 3 gündür sənə vaxt sərf edirəm. Mən səndən qeyri-adi bir şey görmədim. Dedi, gedəndə diyan. Dedi, mən bir də bu 3 halı buna əməl etmişəm. Heç vaxt qeybət eləməmişəm. Yəni onun bunun söhbətini eləməmişəm. Və ata-anama heç vaxt əziyyət eləməmişəm. Bir də onun bunun malına göz dikməmişəm. Nəyim var, mənə məxsusdur. Buna görə də Allaha şükür etmişəm. Dedi, elə səni bu məqama, Peyğəmbər bu tərifi sənin haqqında verib, sənin bu məqama çatdıran da budur.